corabını geyindirirəm sözündə o cümlədə əxlaqsız hansı kəlmə var idi? Bəlkə də biz fərqinə varmamışıq. Aslında orada bir söyüş var. Sizə bir sözdüyüm yox, orada söyüş yoxdur. Yenə qayıdacağım, o vaxtlar sevgi, məhəbbət var idi. O vaxtlar çox-çox özür istəyirəm. Gəlin cehiz gətirəndə bir dənə yastıq gətirərdi. O yastığın uzunluğu sayda siz bilərsiniz. Düz. Uzun idi, bir dənə idi. O yastıq bölünəndə artıq ailə dəyərləri itdi. Əvvəl mən bu sözü desəydim ki, ərimin corabını yeyindirəm, o yastıq bir dənə olan vaxtlarda desəydim, Ofeliya indiki deyərdilər ki, ay Allah, nə gözəl qadındır Ofeliya, danışma. Azərbaycan qadını nümunəsi. Əsl Azərbaycan qadını deyərdi, eləməz idilər. O yastıqlar ayrıldı ha. O vaxt da bir yastıqda qocalıb. İndi demirlər o söz toylarda. Ermənistan aparam deyirlərdi. Allah xoşbəxt eləsin, sizə qutardı. Amma o vaxt elə sizi bir yastıqda qocal. Adam indi deməyə də utanır. Hər an öz yastığı var, öz üçün yatır. Hətta yataq otaqlarda belə ayrıdır da. Çox xahiş elə, məni pis qəbul eləməyin. Savadlı insanlar biləcək mən nə demək istəyirəm. Onlar bilirlər, indi bu yastıq söz gələcək meydana. Amma bu yastığı o vaxtı əxlaqı olan insanlar bilir o belə nə demək istəyir.